Sevgili vətəndaşlar, salam. Salam deyirəm dünyanın başında yaşayan bütün soydaşlarıma, Azərbaycanlara, Azərbaycan uğrunda çalışan oğullara, qızlara, bizə düşüncə verən müəllimlərimizə, bizi boya başa getirən möhrüban ata-analarımıza, sevgili bacı qardaşlarımıza, vətənimizin qapı-qapısına, qarış-qarışına, baxış-baxışına sevgimizi, saygımızı təqdim edirəm. Günah Səviyyədən yayınlanan Ocaq proqramının bir ayrı hissəsinə yenə qulluğunuzuyam və çox sevinirəm ki, bu qulluq şansı hələ də həyatımızda var. Çünki vətən hər daim bizim qiblə tutduğumuz yer və onun içində olan mənəviyyət millətimizdir. Keçən görüşümüzdə çox dəyərli bir insanın, qardaşımızın, Məhəmməd Babai Balancı adında bir qardaşımızın məqaləsinə rastladığımda onu paylaşmaq istəmişdim. Və o məqaləni yarım qoyduq. Bugün o məqalənin dalısını, yəni davamını oxuyacağım sizin üçün və o haqda paylaşma olacaq aramızda. Hər şeydən öncə bütün düşüncə yolunda çalışan insanlardan həqiqətləri bulud arxasından çıxardan insanlara təşəkkürümü bildirirəm. Və bütün o insanlara ki, hər daim insanlıq yolunda çalışırlar və hər hansı bir həqiqətin gizli qalmasından rahatsız olurlar. Onlara buradan sonsuz saygımı bildirirəm. Pan-Azərihay İran etsə kəsani həssəndi. Ünvanlı bir məqalə idi. Paylaşdığımız Məhəmməd Babai Balancı adında qardaşımızın yazdığı və araşdırdığı və çox sadə yazdığı, sadə bir qələmlə yazılmış bir məqalədir ki, Pan-Azəri deyə bir mövzunu açıqlamışdı və bir təşkilat kimi, bir hizb kimi, bir düşüncə kimi Pan-Azəri deyə bir həyata və yəni həyat formuna, yaşayış formuna işarə eləmiş ki, bir sürü insanlar vardılar və çoxdular da. Çünki deyir, bir ölkədəki bu qədər milyon türk var. Əlbəttə ki, onların içindən bir çoxları da çıxacaqdır ki, belə bir düşüncənin dalısından geçsinlər. Çünki hər harda, hər hansı bir təbliğat gedir, özünə görə insanların tapacaqdır. Və illərdir ki, Azərbaycanımızda türk hüviyyətinin üzərində böyük baskılar olubdur və çoxları zamanında mübarizə ediblər bunun əleyhinə, canlarını qurban veriblər, mallarını qurban veriblər və bəziləri də qorxublar, cəsarətlərinin az olduğundan ya qorxularının çox olduğundan məcbur olublar ki, ərisinlər və qabaqlarında olan sistemə qurban gediblər və o sistemin qulluqçusu olublar. Və eyni halda belə də deyə bilərəm ki, bir Kəsrəvidən sonra ortaya atılan fikir Azərabadqan deyə uydurma bir hekayə bir çoxlarının əqlinə batıb və tacir kimi baxıblar buna. Əgər belə bir hekayə həyata keçərsə, biz bundan nələr qazana bilərik, necə rahat canımızı qoruya bilərik, necə döyüşmək və mübarizə zorunda qalmarıq və ortalama bir yollarla həyatımızı beləsi sürərik gedər və belə işləri görməklə həm torpağa xəyanət ediblər, həm insanlığa xəyanət ediblər, həm özlərinin qardaş dediyi insanlara, bacı dediyi insanlara haqsızlıq ediblər və böyük bir həqiqətin bulud arxasında qalmağa böyük yardımları toxunub bu insanların. Keçən görüşümüzdə sözümüz oraya qədər gəldi ki, Pan-Azərilər Kəsrəvinin iddia elədiyi teorisunun haqqında danışandan sonra ki, deyirlər, bəli, türklər gəldilər Azərbaycana, Azərabadqana, yəni və milləti ki, orada yaşayırdı, Azəriyani, əsili, Bastani, İranı idilər, onların dilini birdən-birə döndülər, türk elədilər və sonra öz içərlərində şübhələr ortaya qoyulur. Şübhələr deyəndə suallar, özləri, öz müntəqidləri suallar verərlər. Buna görə ki, uydurduqları yalan daha ağla batım olsun. Suallar verirlər ki, əgər belədir, onda insanlar soruşsalar ki, bunlar Neşaburdan, Səbzivardan, bilmirəm, filan yerdən keçdiklərindən sonra nə oldu bəs bu insanlar necə oldu ki, oranı türk eləmədilər də gəldilər Azərbaycana, atıldılar, uçdular, gəldilər, düşdülər Azərbaycanı, fəqət oranı türk elədilər.
onda bu şübhələrin yaranmasında bir cavab tapmadıkları üçün və eyni halda o türk dilinə səhranişin dilləri dedikləri üçün ki, deyirlər faqidi şəhrinişini xasiyyətləri idilər. Deyir ki, əgər sizin dediyiniz kimi türk dili o qədər zəif idi, necə oldu ki, sizin əsil dilinizi bastı və onu aradan apardı? Bununla belə ki, o zaman nə rəsanələr var idi, nə televizyon var idi, nə qazete var idi, nə radio var idi, nə amuzişi sistem var idi. Bəs bunlar necə rahat eləyə bildilər? Bu qədər insanın dilini birdən-birə dəyişsinlər. Bunda cavabsız qaldıqlarında öz ortalarında üzvlərinə belə deyirlər. Ey pan-Azəri əzizlər, özlərinə deyirlər, heç kimsənin haqqı yoxdur belə bir şübhələri eşitsin və əgər belə bir şübhəni eşitsəz, bu qulağınızdan alıb, o qulağınızdan eşiyə vermədən öncə türklərə doyunca bir söyüş, yaman deyəcəksiniz, sonra o qulağınızdan atacaqsınız, geçsin. 4-cü bəndində bu məqalənin yazıbdır ki, pan-Azərilərin xarici siyasətləri hər daim tənişzudai, yəni dava olmasın deyə, sülh aramış olsun deyə, barış olsun və ehtiram olsun bütün İran qonşularına deyə bir düşüncə ilə yaşayırlar. Amma bir şərti vardı onun, gərək ki, o qonşular əsalətdən bərxurdar olarlar. Yəni bunların dediyi kimi, İran kimi əsil millət və əsil bir ölkə olarlar ki, mütəəssifanə İranın qonşuları İran qədər, məsələn, bir qarışlıq İmarati Müttəhidi Ərəbi ya bir neçə qarışlıq Azərbaycan Cümhuriyyəti və Türkiyə belə bir əsalətdən bərxurdar deyirlər və əsil deyirlər, onların deyişicə. Və İran şəhri fərhəngindən faydasız qalıblar, bəhrə apara bilməyiblər. Bununla belə ki, fərqli qonşular vardı İranın və hamısı qeyri əsildir, İran qədər əsil deyiri. Pan-Azərilər bu bəxşə böyük qardaşları olan pan-İranistlərlə işlərini bölüşdürüblər. Necə bölüşdürüblər? Məsələn, gəliblər bütün ərəbləri və ərəb ölkələri pan-İranistlərə veriblər, deyiblər ki, siz onların işlərinə yetişəcəksiniz. Çünki İranlılar, pan-İranistlər dünyanın ərəbşünasları, böyük ərəbşünaslarıdırlar və özləri də gəliblər Cümhuriyə Azərbaycan və Türkiyənin üstündə mütəmərkiz olublar. Pan-Azərilərin əlaqəsi Azərbaycan Cümhuriyyətinə elə bir cürdür ki, bu tanınmış və istiqlala yetişmiş gözəl ölkənin beynəlmiləli ərsələrdə tanınmış yəni bir ölkəni əğləb gəlirlər Cəli, Cümhuriyə Azərbaycan olaraq yad eləyirlər. Cümhuriyə Cəli Azərbaycan olaraq yad eləyirlər. Amma o zaman ki, söhbət gəlir, İranın Azərbaycanından söhbət açılır, çox xoşları gəlir ki, ona Əran adı versinlər ki, Kəsrəvi əmcanlarının uydurduğu tarixi və nağılı həqiqət kimi göstərməyə çalışsınlar ki, onların əsas mənafeyləri və 100 il boyunca onun üzərində sərmayalar qoyulmuş, çalışılmış siyasətləri daha güclənsin, daha köklənsin. Çünki o olmazsa bunların da həyatı aradan gedə bilər. Pan-Azəri o zaman ki, ehsasatı olur, Cümhuriyə Azərbaycana ki, istiqlalı var, özünə görə çox şərəfli və çox dəyərli bir ölkədir. Bəzən ona ehsasatı olduğunda, məsələn, beləsi deyib, çox səmimi olur ondan. Bəzi insanlar görmüşük, birdən məsələn, çox böyük bir insanla dost olmaq ya bir yerdə olmaq şansları olar. Həmən istərlər ki, ondan səmimi olsunlar və səmimiyyəti, səmimi ruhuna yanaşmaq kimi deyil, bəlkə onu kiçik adı ilə səsləmək kimi yanaşmaqla onu səmimiyyət bilərlər. Bunlar da çünki Cümhuriyə Azərbaycan deyəndə qısqanırlar və içlərində bir qıcıq onları narahat eləyir. Gəlirlər Cümhuriyə Azərbaycana deyirlər ki, Cümhuriyə Baku və Bakı Cümhuriyyət olaraq onunla yad eləyirlər və onu kiçiltmək kimi bir durumda bulunurlar.
Bunların əlaqələri pan-Azərilərin, yəni əlaqələri və istəkləri təkcə ad qoymaqları üzərində deyil. Bəlkə onlar deyirlər ki, hətta Bakı Cümhuriyyəti, belə baxırlar, Bakı dili, Bakı Cümhuriyyəti, Bakı milləti, yəni Azərbaycanı bir Bakıda xülasə edirlər. Gərək ki, mamı mihənə İrana qayıtsın, o dət verilsin. Çünki mötəqiddirlər ki, Türkmənçay müqaviləsinin zamanı sona yetişibdir və əsasən bu ölkənin istiqlalının heç bir mənası yoxdur. Amma bir tərəfdən də başqa bir müşkül var. Bunların bir son beşikləri var. Çox sevdikləri, göz bəbəkləri olan ermənilər və Ermənistan vardı. Ermənistan bunların ürəklərinin içində olan sevdikləri dostlarıdır. Çünki onu da çox əsil bilirlər özləri kimi. Vaxtı ki, məsələn deyir, o zamanki Ermənidən və Ermənistan söz gəlir, bunlar sevincdən çiçəkləri çatlayır və bu kişilərin, bu ölkənin hər bir şeyini, yəni Ermənistanın fərhəngili bilirlər, əsil bilirlər və ona görə onu çox sevirlər. Əlbəttə deyir ki, pan-Azərilər üçün bir stratejik ibham da vardı. Bu ibham, stratejik ibham, məsələn, bunların diplomatik irtibatlarında bu ölkə ilə vardı ki, məsələn, indiyə kimi həll eləyə bilməyiblər və ümidləri vardı ki, pan-Azərilərin gələcəkdə danışməndiləri və mütəfəkkirləri və böyük filosofları bu məsələni elə bir cür həll eləsinlər ki, nə şiş yansın, nə kebab. Yəni, nə ermənilər incisin bunlardan, nə bunlar zərərli çıxsınlar. Məsələn, o stratejik müşküllərin birisi budur ki, o zaman ki, deyirlər, Azərbaycan gələcəkdir ki, mami mihənə qovuşsun Cümhuriyyə Azərbaycan. Onda belə bir söz gəlir ki, Azərbaycanın işğalçı ermənilərin tərəfindən işğal olunmuş Azərbaycan torpaqları, Qarabağ kimi məsələn torpaqlar da onunla bərabər ermənilərin əlindən alıb İrana qatılacaqmı, yoxsa qatılmayacaqdır. O gün ki, qərardır Azərbaycan Cümhuriyyəti ki, bunlar Bakı Cümhuriyyəti onu deyirlər, İrana qovuşacaqdır. Bu sual bunları narahat edir və eyni halda bunlar bilmirlər ki, ermənilərə necə cavab versinlər. Çünki bunlar otururlar öz aləmlərində xəlifə kisəsindən pay-bölüş eləyirlər və erməni hökuməti ilə otururlar danışanda deyirlər, bir gün olacaq, biz Azərbaycanı alacaq, İranımızınkidir və onu İrandan alıblar və bizə yetişəcəkdir. İran dedikləri Qacarın məmalı ki, məhruzəsidir ki, deyirlər, bizə qayıdacaqdır. Onlar deyirlər, onda nə edəcəksiniz? Siz Qarabağı da bizim əlimizdən alacaqsınız. Onda bunların bir qorxusu var. Deyirlər, əgər biz məsələn o zaman Ermənistanın əlindən bu işi, bu Qarabağı alsaq, onda axı ermənilər bizdən inciyə bilər axı və biz bunları incisək, onda nə edərik ki? O zaman nə etməliyik? Deyir, qədim şahlar kimi bu ölkələri, yəni bu Qarabağı, bu torpaqları onları bağışlayaq, yoxsa nə edək? Ki, böyük bir diplomatik çalışmaya səbəb olur pan-Azərilərlə göz bəbəkləri olan ermənilərin arasındakı bütün kongrələrində bunu hey otururlar, danışırlar, nə edək, nə edəməyək, ağıl-ağıl eləyirlər və sonundakı ən sonda siyasətmədar və filsufları, böyük filsufları, pan-Azəri olan böyük filsufları mərkəzi komitələrinə bu təşəkkülün belə bir şey veriblər ki, gələcəkdə gərək ki, Azərbaycan Cümhuriyyətinin İrana qovuşmasından göz örtsünlər bunlar bir dəfəlik. Çünki ağrımaz başımıza saqqız sala bilmərik deyirlər. Çünki hər halda bu Azərbaycan Cümhuriyyətinin cəli Cümhuriyyəti əgər istəsək ki, İrana qovuşduraq, o bizim üçün baş ağrısı ola bilər və Ermənistanı bizdən incidib və küstürə bilər. Pan-Azəri aramışdə və mətanətdə şöhrədir. Yəni, şöhrəti bunadır ki, çox mətindir, çox ədəblidir, çox aramışdır və huzurlu insandır. Yavaş danışar, yavaş yergər, asta gedər, asta gələr və heç bir zaman kürədən çıxmaz, qışqırmaz, bağırmaz, yaman deməz, çox ədəblidir.
Amma bir mövriddə eləyə bilər ki, qışqırsın, bağırsın və əsəbi bir şəkildə ağzını açsın və pis danışsın. O da o zamandır ki, Cümhuri Azərbaycandan söz gəlir, onun əlindən söz ortaya gəlir. Müntəqidlər sual eləyirlər ki, niyə fəqət Azərbaycan Cümhuriyyətini siz cəli bilirsiniz? Məyər niyə Ermənistanı ya hətta Gürcüstanı cəli bilmirsiniz? Məyər həman torpaqlar da Türkmənçay və Gülüstan müqaviləsində Qacar İmperatorluğundan ayrılan torpaqlar deyil bunlar. Niyə bəs onların odətini, İrana qovuşmasını istəmirsiniz? Pan-Azəri bu sualları pan-türklərin şübhələri olaraq algılayır və deyir ki, belə bir şübhələr ortaya gəldiyində həmən əlini qulağına qoyur, bağırır, deyir ki, tutun bu pan-türkləri, vətənsiz pan-türkləri, çünki onlar bizim aramızda nifaq salmağa və narahatçılıq yaratmağa çalışırlar. Pan-Azərinin eşqi Türkiyəyə çox fərqlidir. Arifanə və virancər olaraq burada yad eləyir. Türkiyənin adı ki, ortaya gəlir, özündən çıxır Pan-Azəri. Hətta yadından çıxır ki, qərar idi ki, sekular və qeyri-məzhəbi bir adam olsun və elə görünsün. Çünki xanımı Tansiçillər deyir, qabaqdakı keçmiş Nəxust vəziri Türkiyənin gəldiyində, məsələn, onlar ona Sultan Səlim Osmanlı kimi baxırlar. Onu da hətta elə görürlər. Yəni, o xanıma baxdığında da onlar Üsman şahları kimi onu görürlər. Qabaqda dediyimiz kimi bunlar üçün Əmir Əsədullah Ələm, Əmir Abbas Hüveyda, Ələkbər vilayəti ilə Qulaməli Həddad Adilin heç birinin bir-biri ilə fərqi yoxdur. Və onların hamısını Şah Abbasın, Böyük Şah Abbasın çalışanları kimi tanıyırlar və deyirlər ki, bunlar Şah Abbasın dərbarının çalışanlarıdır. Bu içlərində yəni elə hiss eləyirlər. Ki, gərək Şah İsmail Səfəvinin intiqamını çaldıran yəni döyüşündən sonra Osmanlı varislərindən alsınlar və türkləri yazıq eləsinlər. Bir Pan-Azəriyə çox mühümmüdür ki, yəni bir Azəri olan insan hər daim gərək bunu bilsin ki, Türkiyə hər zaman Üsmani və İran da hər daim Səfəvidir. Və kiçiklərin qəflət bahis olar ki, Türkiyə birinci fürsətdə Şiə məzhəbi olan Təbriz şəhərini qanuna bələsin və qətlam eləsin. Və belə düşünürlər. Deyir ki, Türkiyə ilə Pan-Azərilərin rabitəsi və aşiqanə rabitəsi, yəni burada yazıbdır ki, bəyanan 70 mən kağız lazım darət, məsnəvi 70 mən kağız lazım darət. Yəni, çox uzunlara çəkə bilər və bunu istəsən bildirəsən ki, kitablar yazmaq olar bunun haqqında. Və o zaman ki, söhbət Türkiyədən ortaya qoyulur, mümkündür ki, Pan-Azəri ki, sekulardır, bir dana aşırı sirə uşağına çevrilsin, sirəçiyə, heyət əhlinə çevrilsin. Və Azərbaycanlını, o adamı bilsin ki, 7 nəsil ondan öncəsi də gərək Şiə məzhəb olsun. Son zamanlarda Pan-Azərilər taza kəşf ediblər ki, Mövlana Məhəmməd Füzuli Azərbaycanlı deyilmiş və İran sitiz bir şair imiş. Deyirlər ki, pan-türklər onu Azərbaycanlı olaraq cilvələndiriblər və göstəriblər. Çünki Füzuli sünni idi, məzhəbi sünni idi və sünni olan mütləq Azərbaycanlı ola bilməz. Və bundan da pis odur ki, o Səfəviyyədən, Səfəvi şahlarının zülmlərindən nifrəti var imiş və Sultan Süleymanı qanununun haqqında mədh yazmışdı. Bütünlükcə belə deyim ki, sekularizmdən və laismidən, Hegeldən və demokrasiyadan və hüquq-u bəşərdən o zamani söz ortaya gələ bilər ki, Üsmanlıdan və Türkiyəlidən söz araya gəlməsin.
belə olmazsa bütün, yəni əgər Türkiyə adı ortaya gəlsə, Osmanlı dövləti adı ortaya gəlsə, bunlar bütün bu fəlsəfi, bilmirəm, sekularizmi, demokrasini, bilmirəm, hüququ bəşəri filanı, bunların hamısını oyun bilərlər, elə bir çox bağışlayın, bir qırcanmaq kimi bilirlər ki, bunlar Mami Mihənin bütünlüyünü xətərə sala bilərlər. Hüquq-u bəşər onların, yəni pan-Azərilərin fəaliyyətlərində sərlövhə kimi algılanır. Onların bəşərdostana əlaqələri çoxdur ki, ermənilərin soyqırımına, yəni ermənilərin uğradığı soyqırıma Osmanlıların əli ilə hər daim mühür bassınlar və desinlər ki, Osmanlılar, türkülər erməniləri soyqırıma məruz qoydular. Və hər kimsə də bir balaca tərdidi olsa, şübhəsi olsa bu məsələdə və belə bir soyqırımın olmamasını iddia eləsə, pan-Azəri bətər hisslənər və kürədən çıxar. Hətta belə bir sualları əgər biri eləsə, bir qanun, məsələn, məntiqi suallar gətirsə ki, bu sualın əsası ilə sabit olur ki, Türkiyələr heç bir zaman soyqırımına əli vurmayıblar və erməniləri qırıb yerə tökməyiblər. Məsələn, bunlar gəlirlər, bir fotoğraf göstərirlər, deyirlər ki, alayın, türkülər filan tarixdə, 1900 filan tarixində gəliblər, erməniləri soyqırıma məruz qoyublar və o şəkillərdə baxırsan, görürsən ki, qadınların paltarları çıxıb, lüt səlibə çəkiliblər. Onda biri tapılanda deyəndə ki, Osman şahları, Osmanlılar müslüman olduqları üçün heç bir zaman heç kimsəni səlibə çəkməzdilər. Bir qadını öldürmək istəsəydilər, əgər heç vaxt onun paltarlarını çıxartmazdılar. Çünki İslamda bu həramdır və Osmanlılar müslüman olduqları üçün belə bir işə əl vurmazlar. Onda bunlar deyərlər ki, bunlar səfeh suallardılar, siz bu suallardan eləməyin, çünki inhirafı sualdılar. Ya əgər bir dana insan tapılsa, Cilolu hadisəsindən və Azərbaycanlıların, müsəlmanların, ermənilərin, daşnaqların əli ilə, onların müsəlləh nirüların əli ilə qırılmasına işarə eləsə, desə ki, Cilolu hadisəsində, Cilolu soyqırımında bəs nə olubdur, belə bir ittifaqlar düşübdür, onların dəstə-dəstə müsəlləh adamları, ermənilərin, məsihlərin, xristiyanlərin, daşnaqların tərəfindən öldürülübdür. Genə də Osmanlıların ayağını çəkərlər ortaya və deyərlər ki, onlar şiələri öldürmək istəyirdilər, bəlkə onlar gəlib öldürüblər və çox da acığı gəlməz ki, Kürdlərin nəqşini burada biraz daha çox rəngli göstərsinlər, desinlər ki, əslən gördülər ki, sabit eləyə bilmirlər ki, türklər gəlib öldürübdür. Onda deyərlər ki, hamısını onların Kürdlər öldürüb. Kürdlərin öldürdüyündə söz yoxdur, amma hamısını deyil, onlar sadəcə onların ermənilərin dəstəyi, yardımları və dostları olublar. Amma bunlar acıqları da gəlməz ki, onların hamısını salsınlar Kürdlərin boynuna ki, erməniləri təmizə çıxarsınlar burada. Pan-Azərilər İranda bütün Kürd fəallarını təcziyə tələf və xain kimi adlandırır və onlara şəkilidir, şübhəlidir hər daim və çox səy eləyir ki, hər mədəni fəaliyyətinin dalısında bir şübhəni göstərsin. Məsələn, onlar istəsələr ki, Kürd dilində bir kitab çıxarsınlar Saqqızda məsələn, onu xainanə bir totər kimi algılayırlar və onu eləsi, deyirlər ki, kəşf elədik ki, həm bunlar istəyirlər ki, xainlik eləsinlər, amma həmən pan-Azərilər Türkiyədə birdən baxanda görəndə ki, Kürdlər mübarizəyə əl vururlar, Kürdlər bilmirəm gəlirlər, filan işi görürlər, dövlətin əleyhinə qalxırlar, Türkiyəni parçalamaq istəyirlər və belə-belə iş görürlər, onda Kürdləri sevməyə başlayırlar. Deyirlər ki, üçün acıqları da gəlmir ki, Türk ilə Kürdün bir-birindən davası çıxsın. Çünki bunlar deyirlər ki, onlar türklərlə biz düşmanıq və bunlar nə qədər onlara zərbə vura bilsələr, o qədər yaxşıdır əslində. Və istəyirlər ki, Kürdlərin dili Türkiyədə rəsmi olsun
və istədiklərini yetişsinlər. Amma bir tərəfdən də deyirlər ki, Kürdlərin istiqlalını biz istəmirik Türkiyədə. Çünki onlar istiqlala yetişsələr, çox pis olar. Onda böyük qardaşları olan pan-İranistlər narahat olar. Niyə? Çünki onlar bir yerdə deyiblər ki, harda Kürd var, orası İrandır. Bəli. Bəs indi də elə bir şərait yoxdur ki, onlar eləyə bilsinlər ki, Kürdistan, yəni Türkiyənin ixtiyarında olan Kürdləri və Kürd torpaqlarını, yəni Kürdlərin yaşadığı torpaqları İrana qaytarsınlar. Çünki bunlar onu da İrana aid bilirlər. Çünki hələ elə bir şəraitləri yoxdur. Bütünlükcə ürəkləri istəyir ki, Kürdü quşqursunlar Türklərin üstünə və hər daim bunları onlarla daviyə salsınlar, başardıqları qədər Türklərə baş ağrısı versinlər və rahatsız eləsinlər onları. Bir gözəl musiqiyə dəvət edirəm, qulaq asın. Biraz ruhunuz dirilsin. Ondan sonra yenə qayıdıram qulluğunuza. Buyurun. Gəlmişəm günə deyəm sözlərimi gün açam. Bu iki gözlərimi, bu necə vaxta keçən günlərimi türkü rəpə dikmişəm. Gözlərimi türkü rəpi aparacağım göylərə, deyəcəyəm sözlərimi tamam ellərə. O adamlar iki türk dili atıblar, ləhcə ilə də farklı danışıblar. O sözlər iki necə vaxtı qalıblar, deyəni də orta başından çalıblar. Türkü bir qiymətinə alıblar, türkü keçi qiymətinə satıblar. İki türkün ərdişinə dirələr, özlərin dünyada təhbilələr. Yoxu görürsən, məgə qoyaram, türkəm qabuğun cırıb soyaram. Azər elim əgə biri çəp baxda, iki əllərimdə yıxıb boğaram. Azər elimin bircə qudrətinə, Azər elimin bircə şürətinə, uca boy cavanlarının qeyrətinə, gözəl qızlarının hizmətinə həmişə iftixar eyləmişəm. Gecə günüz dilimdə mən demişəm, Azərbaycan, sən mənim hürriyyətim, şan şöhbətim, adım mənim, öz adımdır, sensiz mənim nə qiymətim. Azərbaycan, sən mənim hürriyyətim, şan şöhbətim, adım mənim, öz adımdır, sensiz mənim nə qiymətim. Bitiribsən özünü tapa bilməysən, farslı danışmasın qala bilməysən, ifadə cırıbdı baxa bilməysən, desin ki türkəm yaza bilməysən. Türkü danışanda ölüb itəysən, özgə dilində qəşəh biləysən. Türkə mətəl deyib sən də güləysən, mən sənə gülmüşəm, sən mənə güləysən. Bəsdi qardaşım, mənim yoldaşım, öz dilin atmaq kilas döy bacım. Kilas mənisin, kilasda bilmədin, dilin kilasda itəndə dinmədin. Bir seri Türkiyə yazıb silmədin, bu keçən günləri baxıb görmədin. Satıb sana dili hələ get saz, yatıb sana gözəl, hələ genə get ya. Varundu şərəf et, varundu xeyrət, du hələ uşağı apartı öyrə. Türkəm, türk dilin dövlətiyəm, gecə günü dilimdə mən deyəcəyəm. Azərbaycan, sən mənim hürriyyətim, şan şöhbətim, adım mənim, öz adımdır, sensiz mənim nə qiymətim. Azərbaycan, sən mənim hürriyyətim, şan şöhbətim, adım mənim, öz adımdır, sensiz mənim nə qiymətim. Dünyadan əslim tarix qoyub gedib, vətən yolunda canın qoyub gedib. Amma nə fayda, öz cavanlarımız bu böyük tarixi silib pozub gedib. İcadə vermədi görəsən kimsən, vırdı başından öləsən bizdən. Öz ana dilin, öz məhəbbətin satıldı adada şeir deyəsin. Qanun qiymətin, adın sünnətin, itib diyabacım, gedibdi ismətin. Nə qoymayaq türk elimizi ölsün, ver əlivi mənə qoy düşman da görsün. İcadə vermə hər yerindən durun, çaqqal əvəzi sənin ləhcəyə gülsün. Türkümün dilim var, dünya bəyənir, denən ki türksən, pozqurtda görənir. Bir qayıt sala, bax tariximə, bir qayıt sala, bax tarixinə. Yanıyam, ölüyəm, uşaqdır hələ, nəsli gülməli, durub gülək mənə. Mənim ana dilim böyük analarda, kim satar anasın, mən də satamda. Mənim o böyük ata babalarım arda. Çox yorma özünü, abin ama yaşa. Yaşa Azərbaycan, azad Azərbaycan. Yaşa Azərbaycan, azad Azərbaycan. Yorgun bile. Bəli. Pan-Azərilərin deyir ki, xasiyyətlərinin birisi də onların şücaətləridir. Şücaət deyəndə
deyir ki, məsələn, feili şəraitdə heç cəryan ələni eləyə bilməz ki, qanun əsası İrandan intiqad eləsin. Amma Panazərilər o qədər şücadılar, o qədər cəsurdular ki, eləyə bilirlər, intiqad eləsinlər və desinlər ki, 15-ci əsl ki, ana dili haqqındadır, bu yamaq kimidir qanun əsasının kitabında və o sonunda başımıza ağrı verər və məmləkətin, İranın yəni təciyyəsinə müncər ola bilər. Panazərinin israrı vardı ki, bəşəriyyətin ən böyük mirası Firdovsunun Şahnaməsidir. Hər danışqahda icbarı Şahnamədən bir neçə vahidi danışqahlarda tövsiyə eləyir ki, hətmən bir neçə vahid Şahnamə oxunsun, amma bu qonuda o məntəqi rəftar eləyir. Yəni, hər yerə görə, özünə görə davranır. Məsələn, deyir ki, Şirazda və İsfahanda bu haqqı qail olur ki, onlar Sədi və Cami və Nizami Gəncəvi və Hafizi Firdosiyə tərcih versinlər, onu oxusunlar və əgər də İbrahim Gülüstan adında birisi dönsə, bir çox acı nəqd eləsə Əbülqasimin Firdoslularının əleyhinə, Panazəri orada müdarə elər onlarla və hikməti təhəmmüldə bilər və hətta faydalı bilər. Deyər ki, o zaman ki, Azərabadiqanlıların əyağı ortada yoxdur, Şahnamənin müqəddəs hərimini qorumaq vacibatdandır. Yəni, hər nəqdi ki, Firdosiyə Azərbaycanlıların tərəfindən, amma belə bir ittifaq düşsə, çox bətər narahat olarlar. Çünki deyir, əgər Azərabadiqan ittifaqında belə bir ittifaq düşsə ki, məsələn, Firdosiyə toxunsalar, ya birdən gəlsələr Firdosinin əleyhinə bir söz desələr, bunlar çox bətər narahat olarlar və bunu vacib bilərlər ki, onun qabağında dursunlar və deyir ki, Firdosinin haqqında heç bir nəqdi qəbul eləmərik, hətta əgər Döhtü Rza Bərahənin tərəfindən olsa ki, nəqdi ədəbidə birincilərdəndir İranda və çox klassik farsı şeirlərin Hafizin məsələn mənzərindən fərqli bir baxışdan İranlılara mərif eləyibdir. O zaman əgər belə bir ittifaq düşsə ki, biri Firdosiyə Azərbaycan torpaqlarında və Azərbaycanlılar tərəfindən nəqd eləsə, onda onların fövru qulaqları şuşlanar və narahat olarlar buna və təhrik olarlar. Və onu böyük bir toğtənin başlanışı kimi algılandırarlar. Deyir ki, Panazərilər Şahnamənin oxumasını savadlanmağın zəruri yollarının birisi bilirlər və Azərbaycanlılar üçün əlbəttə. Özdə hansı qismətin o yerin ki, Rüstəm ilə Əfrasiyab, yəni bizim dediyimiz Alp Ərtunqayın haqqında yazılan Turanlı sərdarının haqqındakı Rüstəminin Əfrasiyab mübarizə eləyirlər, o qismətini deyir çox oxuyun. Çünki bunların yuxuda gördükləri xəyal qəhrəmanları Rüstəm orada məsələn uduzmur və bunların başını ucaldır. Panazəri dostlar və düşmənlər tərəfindən iki tərəfli bətər fişardadır. Deyir ki, böyükdən dostu və qardaşı Pan-İranistlərdirlər onların. Yəni, Pan-Azərilərin ən böyük müttəhidi olan və qardaşı sayılan, böyük qardaş sayılan Pan-İranistlərdilər. Amma bəzi cələsələrdə ki, ixtilaflar qabağa gələr, Pan-Azərilər bununla belə ki, 50 ildən çoxdur ki, bunlara qulluq eləyirlər, nökər kimi onların xidmətindədirlər, da o farsları narahat elərlər və o pan-İranistlər dönərlər, bunlar deyərlər ki, burada yazdığı kimi, digedari torkbazi dərmiyari və bunlar da təhqir olarlar onda. Ləhcələri də deyir ki, laməssəb ləhcə də ki, heç bir zaman düzəlmir. Pan-Azərilər vardı ki, 50 ildən çox xidmət eləməyinə baxmayaraq, şuarı Azəri deyə-deyə farsını yenə də türkü ləhcə ilə danışır və farsların gülməyinə və imbisat xatirlərinə səbəb olur. Hətta bəzi zamanlar deyib, böyük qardaş ki, həman pan-İranistlər olur, yetəricə
onları özlərindən bilmirlər. Yəni pan-Azəriləri biz necə ki deyirik ki, bunlar özlərini böyük qardaş bilirlər pan-İranistləri, amma pan-İranistlər o qədər də bunu qardaş kimi hesab eləmirlər. Çünki qorxurlar ki, bu çətin mübarizə yolunda ola bilər ki, bunun qanı qeyniyə, yəni hüviyyət və ailəvi bağları dirçələ və o zaman təhti təsir qərar tapa və xəyanət eləyə və birdən-birə təsvib eləyə ki, mən türkəm. Mən Azəri deyirəm, oyana yəni, oyana, yuxudan oyana. Və ona görə pan-İranistlər o qədər də üz verməzlər pan-Azərilərə. Qorxurlar, özlərindən bilmirlər və bundan qorxurlar ki, bir gün birdən bunlar ailələr və bilmirəm gələrlər, özlərini taparlar və özlərinə gələrlər və deyərlər ki, mən türkəm. Necə ki, bir misal vurub Fransalı filosof və siyasətmədar Aleksey Totokovilin haqqındakı bir kitabı vardı ki, onda bir bərdiyə, bir köləyə işarə eləyir ki, özünü ərbabın yanında, yəni ağdərili ərbabın yanında şirin göstərmək üçün hər işə əl vurur, hər əda çıxardır ki, ərbabın ondan xoşu gəlsin. Pan-Azəri də hər daim naçardır ki, kasadan, yəni elə bir kasa olsun ki, aşdan isti kasa deyərik biz, aşdan isti kasa olsun ki, bir mövqeyi böyük qardaş ondan inciməsin, ərbab ondan razı düşsün. Əgər, məsələn, fərz eləyək, Firdovsunun doğulduğu yerdən və Məşəddə birdən-birə Şahnamənin nəqqaşları yoxa çıxsa, silinsə, məhv olsa, Pan-Azərinin heç eyninə də gəlməz. Çünki bu ora aiddir və onu özünün, yəni ərbabının məntəqəsi bildiyi üçün ona bir hörmətsizlik bilir və deyir ki, o özü bilər, mən əgər ona dəxalət eləsəm hörmətsizlik eləmiş olaram və hər nə burada xısro eləsə şirindir, amma əgər salmaz Azərbaycanın doğma şəhərində birdən birisi gəlsə, mücəssəməni, onun sınıq-salxaq, çox çirkin görünən bir mücəssəməni də şəhərin ortasından götürsələr, onda bunun qeyrət damarları şişər və narahat olar və onun qabağında durar. Əlbəttə, Səlmasda bu olayın çıxdığından sonra burada yazıbdır ki, özünün vəfadarlığını böyük qardaşına, pan-İranistlərə yəni sabit eləmək üçün gələcəkdəki kongrələrində pişnihad ediblər ki, bir düşməni uduzduran hərəkətə əl vursunlar, öz təşkilatlarında bir şey təsvib eləsinlər. Bu müsəvvəbədə, məsələn, Azərbaycanda hər münasibətdə ki, Firdovsunun adı arıya gələcəkdir, millətin vəzifəsi olsun ki, gərək məcbur olsunlar ki, 3 dəfə səlavat çörsünlər. Məsələn, bir nəfər deyəndə Firdovsi, hamı qalxsın, 3 dəfə səlavat çörsün, otursunlar yerə. Amma məzhəbi nahadılar, buna hələ icazə verməyiblər. Deyirlər ki, çox uzun getməyin, hələ oturun yerinizdə. Siz bəlkə pan-Azəri olasınız, pan-İranist olasınız. Məzhəbi nahadılar da deyir ki, bizdə başqa bir şeylərin dalısındayıq və sizə belə bir icazəni vermərik. Pan-Azəri düşmənlərin tərəfindən də çox bətər fişardadır və rəvani fişarda yəni yaşayır. Çox pan-Azərilər vardı ki, pan-İranistlərin tərəfindən belə deyirlər ki, yəni çox adam deyir ki, bunlar təkamül tapmamış, böyüməmiş, rüşd eləməmiş, gəlişməmiş pan-İranistlərdir, həmən pan-Azərilərə deyirlər. Onlara pan-Azəri olaraq ad vermirlər, deyirlər ki, bunlar gəlişməmiş pan-İranistlərdilər. Və hətta onlara dönmə ünvanı kimi bir ünvan verirlər, təhqir edirlər onu. Dönmə nədir? Dönmə türklərdə keçmişdə o kəsləri ki, öz dinindən, məzhəbindən çıxardı və başqasının dininə üz gətirərdi, onlara dönmə deyərdilər. Bu istilah və bu şey çox möhtərəm olmasa da, deyir ki, hər halda adlı bir insan, normal bir insan heç bir zaman olduğunu dəyişməz və başqasının olduğuna doğru getməz. Amma dinlə məzhəb, yəni gərək
elə hər nəsən o qalsın, yəni öz torpağına aiddirsə, öz millətinə, gerçəkdən öz millətinə aiddirsə, onda qalmalısan və qonşunun xoşuna gəlsin deyə sən eləyə bilməsən, dinindən çıxasan və dinivi, kimliyi, hüviyyətivi dəyişəsən. Buna da dönmə deyirlər. Əslində ki, insanlar üçün dönmə olurlar, onlar əslində qorxaqlardılar ya fürsət tələb insanlardılar. Deyir ki, dönmələr kimlərdirlər? Dönmələr elə adamlardılar ki, əgər məsələn müsəlman olsalar, çıxsalar dinlərindən, erməni olsalar, katolik olsalar, deyir ki, papın özündən də katolik olarlar. Sultan bəşləsə də, şah bəşləsə də bunlar bəşləməzlər. Yəni, ərbabın özündən də bətər qəddar olarlar. Məsələn, biz baxırıq, görürük ki, bir qanun Tehranda təsvib olanda Azərbaycanda o qanun qadağandır. Biz öz-özümüzə deyirik ki, İranda farslar bu işi qoymurlar, amma bir tərəfdən də baxırıq, görürük ki, təhcə o dər sistemin içində sistemə qulluq eləyən və hər daim Azərbaycanın həqiqətini, türklük həqiqətini, hüviyyət həqiqətini gizli tutan pan-Azərilər demə bəs ki, bu işlərə əl vurulmuşlar. Və mütəəssifانə bu dönmələr də çoxdular. Və nə burada qəbul edirlər, nə orada qəbul edirlər. Hər tərəfdən avara, iç tərəfdən avara olan insanlardılar. Bəzən öz yerlərini belə insanlar yaşadıkları yerdən çıxarlar ki, geçsinlər başqa yerdə yaşasınlar ki, kimlikləri issin, da heç kimsə bilməsin bunların əsl nəsəbləri nədir. Çünki döndükləri üçün də abırları gedib deməkdir və kimsə bilməsin, yeni bir hüviyyətini yaşamaya başlasınlar ki, biraz aramışları olsun. Pan-Azəri də belə bir vəziyyətdə müasir dünyada belə bir müşküllə müvacihdir. Əgər qısa gəlsələr, məsələn, desələr ki, mən olsun, elə Azərbaycanın tərəfində durum, onda böyük qardaşı olan pan-İranistlər tərəfindən türkbazlıq deyə bir ittihama uğrayacaqdır və əgər də öz halına buraxsalar onu ki, bu dönmə ibarəti, dönmə olayı onun başından əl çəkməyəcək və hər daim bunların beyinləri, fikirləri hər daim pıtdaşıq olacaq. Yoxsa da könlümün sınıqları var, hicranın köz basmış yanıqları var, mənim dərdlərimin ayaqları var, harada olsam gəlib tapacaq məni. İnsan harada getsə öz əməlin özü ilə daşıyacaq deməkdir. Pan-Azəri demokrat və hüququ bəşərə paybənd olan birisidir. Amma türk fəalları ilə elə deyil. Onlara pan-türk deyir və heç də onlarla şuxluğu yoxdur. Və yaxud dedik ki, şah bağışlasa da nökər bağışlamaz. Eyni buradadır ki, burada da bizim milli fəallarımız zindana düşəndə pan-Azərilərin baxışından 6 ay zindan çəkmək onlara lazım deyil. Onlar edamdan aşağısına razı olmazlar. Deyirlər ki, bunların hamısını edam edin. Pan-Azərilərin bir dənə xasiyyətləri var. Rəy verməkdə istiqlalları vardır. Yəni, eləyə bilərlər bir şeyə, fərqli bir rəy versinlər. Yəni, çox insanlar da deyir, bəs ki, məsələn, bunlar pan-İranistlərin nə dedi, onları eləyən bir insanlardılar. Yox, bunlar o qədər şücaətləri vardı ki, bəzən, yəni, pan-İranistlərin verdiyi rəylərindən, nəzərlərindən çıxıb, özləri müstəqil rəftar da elərlər. O müstəqil rəftar elədikləri nədir? Deyir ki, bir kişiyə deyirlər ki, məsələn, sən xanımından qorxursan, hə? Deyər, yox, mən qorxmuram. Deyir ki, necə yəni qorxmursan? Çünki biz baxırıq, görürük ki, sən xanımın nə deyir, sözünə baxırsan filan. Deyir, yox, mən xanımımdan qorxmuram. Xanımımdan qorxmuram, çünki mən icazə vermərəm. Məsələn, məndən icazəsiz xanım eləyə bilməz ki, mənim yudum qapları yosun. Mən özüm yuvaram, icazə vermərəm ki, xanım gəlsin, qapları yosun. Əlbəttə, bu bir misaldır. Mən qab yuvub yumamaq kimi bir şeyə inanmaram. İnanmıram, çünki inanıram buna ki, ailə içində kişi ilə qadın hər bir şeydə paylaşmalıdırlar. Hər bir şeydə heç kimsənin daiməlik və cinsi baxımından beləsi nəzərdə alaq ki, bir xanım olduğu üçün ev işlərini görməlidir. Yox, mən buna
inanmıram və onların müştərək olduqlarına, hər bir şeydə ortaq paylaşmalarına inanıram. Amma misal olaraq burada beləsi deyirəm ki, daha çox eləyə bilək ki, bu mövzu daha yaxşı başa düşək. Bunlar da deyir ki, bəli, istiqlal rəyləri olduğu üçün bəzən şücaənə onların qabağında durarlar pan-İranistlərin. Qorxmazlar onlardan. Misal vursaq, məsələn, pan-İranismin cəryanında böyüklük tərəfindən iltifat eləyiblər və musiqi əqvama, fərqli millətlər ki, İran bölgəsində, İran cızıqlarının içində yaşayır, daha çox iltifat göstərirlər və məhəlli musiqi olaraq onları rəsmiyyətə tanıyırlar və lazım da olsa fərqli məhfillərdə onu nümayişə qoyarlar. Çünki onlar deyirlər ki, kisrət, yəni çoxluq, çox fərhəngləri göstərmək İran şəhrinin böyük fərhəngini göstərməkdir və onu sevirlər. Amma panazərlər burada onun sözündən çıxarlar. Çünki deyirlər, biz öz hozi fəaliyyətimizdə belə bir yüngülbazlıqlara, yüngüllüklara icazə vermərik. Məsələn, musiqi azad olsa bizim ölkəmizdə, bizim torpağımıza musiqi qoymaq azad olsun. Məsələn, Tehranda bir qadın eləyə bilsə çıxsın səhnədə oxusun. Qadınlar üçün ən azından Azərbaycanda biz belə bir yüngüllüklara icazə vermərik və burada göstərirlər ki, nə qədər şəhamətli insanlardılar və onların qabağında dayana bilirlər. Məsələn, aşıq musiqisində onlar türk usturələrinə bağlı olduqları, yəni aşıq musiqisi ilə türk usturələrinin bağlı olduqları o qədərdir ki, Hüseyn Əlizadə belə deyir ki, müasir şeirlər aşıq musiqisi ilə uymur. Amma bir pan-Azəri gələr pan-İrani, ya pan-İranist böyük qardaşının razı olması üçün, İran bütövlüyünü qorumaq üçün, bilmirəm, hədəflərini qorumaq üçün, Kəsrəvi əmcanlarının sözlərini doğrulamaq üçün və bu hədəfin yolunda müasir yeni şeirlər yazdırıb, aşıqlara verib və oxudarlar. Çünki bunlar israrları var və inanırlar ki, aşıqların kökü Xəşayarşah dönəminin qosanlarına bağlıdır və bu musiqidə gərək ki, Həxamənişi şahlarının qəbalələrinin dalısına yazılsın. Panazəri Azərbaycan təhvülatından, məsələn, traktorsazının oyunlarından, mədəni fəaliyyətlərindən diqqətlə baxır və hər şeyi araşdırır və çoxlu xərclər də qoyur, hər şeyi kontrol edir burada. Və çox yaxşı bilir ki, Oğuza nə qərardandır. Bilir ki, traktor oyunlarında millətin verdiyi şüarları, insanların nədən ona qatıldığı, nədən o həyəcanları yaşadığının əsas nədənlərini bilirlər, anlayırlar və bunu bilirlər ki, millətin axtardığı hüviyyət dediyi, verdiyi sloqanlar, şüarların hədəfi nədir? Bunu bilə-bilə, amma genə də qolqanat çalırlar və çabalayırlar hər daim. Çünki bilirlər, əsas oyun hara gedir, yol hara doğru gedir və bu axan çay hara doğru axır. Onun üçün hər daim çabalayır ki, qardaşımız da burada yazıb ki, çabala, yaxşı çabalayırsan, get qabağa. Sonra deyir ki, bir pan-Azərgə 21 ədədi böyük bir təqəddüsdən, yəni bərxurdardır. Qədimi dinlərdə də necə ki, hər dinin özünə görə hüviyyət bəxşi bir rəqəmləri var. Məsələn, Tovratda 10 rəqəmi Dəh-Fərmanı Musa olaraq əhəmiyyəti var idi. Dəh-Fərmanı üçün necə ki, Yahudilara 10 müqəddəsi, bunlar üçün də 21 rəqəmi açıqlamışdıq ki, 1325-ci ilin 21-i Azəri üçün 21 rəqəmi bunlara çox müqəddəsdir və onu çox bətər əzizlərlər və deyirlər ki, ifratı pan-Azərilər, hətta ifratı pan-Azərilər yemək yediklərində 21 dənə tikiyə bölərlər, yeməklərin 21 tikə yeyərlər. Hətta bəziləri tiltə düzəltmək istəsələr bir pitidə 21 dənə çörək tikəsini salırlar, kasalarında tiltə düzəldib yeyərlər. Amma islah tələbləri də var, mütədilləri də var bu pan-Azərlərin ki, bu barədə çox bətər çətin tutmazlar, bunu müstəhəb bilirlər, vacib bilməzlər. Sonra deyir ki, bütünlükdə biz belə hesab edirik ki,
hər yazıda və hər bəyaniyədə, hər qətnamədə, hər kitabda pan-Azəri gərək hətmən 21 bənd ya 21 fəsli riayət eləsin. Əgər bəndlər ya şeirdə hətta bəndlər çox olsa bir-birində idğam elərlər ki, 21-ə yetirsinlər. Əgər də az olsa, qafiyə az gəlsə, eləyə bilərlər onun kökünə su bağlasınlar və istədikləri 21-i riayət eləsinlər. 21 pan-Azərilər üçün o qədər müqəddəsdir ki, 21 ilə şuxluq eləməzlər, 21-in üstündə yaşarlar və qumar oynasalar da 21 oynamazlar. 21 üstündə qumar oynamazlar. Bunlar üçün əslində çoxlu misallar vurmaq olar ki, gələn verilişlərimizdə mütləq mən bunlar üçün fərqli misallar, indi bildik ki, pan-Azərilər deyə bir sistem, bir təşkilat, bir təşəkkül var. O təşəkkülün üzvlərindən tanıdığımız qədər tanıtdıracaq və sizdən də istəyirəm dövrənizdə, çevrənizdə yaşayan, tanıdığınız, iş başında olan, bir idarənin müdürü olan, bir rəis olan, hər kim bir bazarı olan, bir tacir olan bir pan-Azəri tanıyırsınız. Əgər bu xasiyyətlərin sahibi olan bir pan-Azəri tanıyırsınız, əgər tanıtdırın və yavaş-yavaş başlayaq onların haqqında araşdıraq, tanıdaq ki, bir üstü örtülü mövzunun üstünü açmaq şansımız olsun və Məhəmməd Babai Balancıdan da təşəkkür eləyirəm ki, bu qonuda araşdırıblar, axtarıblar, tapıblar və ümid eləyirəm ki, bundan da geniş bu haqda araşdırsınlar ki, hardan başlayır, əsas nə oldu, nə olmadı, hansı sənədlərə dayanaraq, hansı ittifaqlar düşür, kəsrəvi kimlərlə hansı işləri gördü, oralardan başlayacaq, danışacaq. Amma keçmişə qayıtmaq deyil, gələcək üçün ilərləmək, addımlamaq və yaxşı-yaxşı doğru addımlar atmaq üçün şansımız olsun deyə başardığımız qədər diqqətli olmalıyıq, diqqətli baxmalıyıq, sakin olmalıyıq, heç hirslənməməliyik, heç də sevinməməliyik. Çünki ata-baba sözümüzdür ki, bir acıyanda, bir giciyəndə özünüzdən göz olun. Çünki o zaman insan kontrolu əlində olmaz. Özünüzə yaxşı baxın. Bizə yazılarınızı mütləq göndərin adresimizə ocaq.günaz@gmail.com adresimizə mütləq yazılarınızı gözləyirik. Sizi çox sevirəm və hər daim sevəcəyəm. Gələn görüşə kimi sağ qalın, salamat yaşayın. Həmişə Azərbaycanla qalın, Azərbaycanlı qalın. Siz yaşayın, yaşasın ulu Azərbaycanımız, yaşasın Azərbaycan.